Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. El-Ğunye kitabında Zülhicce ayının fəziləti barəsində bəzi xəbərlər vardır. Biz Zülhicce ayının fəzilətini keçmiş söhbətlərdə ərz elədik və bilmək gərəkdir ki, bəs biz nə əməllər görək ki, Zülhicce ayında savab qazanmış olaq. Abdülqadir Gilani Həzrətləri buyurur ki, bir kimsə Zülhicce ayının bu 10 gecələrində, 10 günlərində yoxsula, kasıba sədəqə verərsə, Allahın Peyğəmbərinə yaşılıq etmiş və yardım etmiş qədər Allah Teala savab yazar. Halbuki Peyğəmbərin, hər hansı bir Peyğəmbərin zamanında yaşayırsan, o Peyğəmbərin ehtiyacı var, sən də ona yardım edirsən. Həzrət Rasulullah hərbə gedəndə sahabələrinə üzünü tutur və sahabələrinə müraciət edir ki, kimin nəyə gücü çatırsa gətirin. Və sahabələr də ərzaq, silah, ləvazimatı və s. gətirirlər. Və özə xristiyanlarla olan müharibədir, Romalılarla müharibə, onlar mütəşəkkil, 100 illərlə təcrübəsi olan bir ordudur. Tarixdən nə bilirsiniz, İsbağa üsulu ilə və s. üsullarla onlar hərb eləyiblər və əsasən də qalib gəliblər. İndi bu xristiyanlarla, Romalılarla hərb eləmək lazımdır. Ərəblərin də hərbdən anlayışı yoxdur. Həmişə müxtəlif dövlətlərin, Romalıların və yaxud da ki, İranın vassalı olublar, təsirin altında olublar. Peyğəmbər əleyhissalatu vesselam bu ərəbləri indi müsəlmanları toparlayır bir yerə və heç bir nə təcrübələri var, nə də ləvazimatları var. Və kim nə bacarırsa gətirir. Və gətirmiş olan şeylərlə mövcud vəziyyəti müqayisə eləyəndə bu deməkdir ki, bunlar ölmə gedirlər, məhvə gedirlər. Başda Peyğəmbər və sahabələr də burada həlak olacaqlar. Yəni zahiri əlamətlərlə. Bir də görürlər ki, Peyğəmbər bunun fikrini, əndişəsini çəkdiyi vaxtda Həzrət Osman saysız hesabsız dəvələr, atlar, ərzaq, silahlar, hamıya çatacaq qədər meydana gətirir. Peyğəmbər əleyhissalam Həzrət Osmanın bu cömertliyinə, bu səxavətinə baxır və deyir ki, Osman nə günah etsə, etmiş olduğu günah ona ziyan eləməz. Bu demək ki, yəni Həzrət Osman günah eləməz mənasındadır. Səhv olsa da və yaxud nəsə günahı olsa da, amma bağışlanmış halda olar. Peyğəmbər əleyhissalam buyurur ki, hər Peyğəmbərin cənnətdə bir rəfiqi vardır, mənim cənnətdəki rəfiqim Osmandır. Və Zülhiccə ayında kim bir kasıba, bir miskinə yardım eləyərsə, hələ Peyğəmbərə yardım eləyən kimidir, buyurur Abdülqadir Gilani Həzrətləri. Digər bir salih əməl isə, bir kimsə bu günlərdə bir xəstəni ziyarət eləyərsə, Allahın sevgili qullarından bir vəli, bir pak, evliya, Allah dostu olan bir adamı ziyarət etmiş kimi olur. Yəni o xəstənin evliya olmağı şərt deyil. O günahkar da ola bilər. Qonşundur, qohumudur, hər kimdir, zəhərli öndə gedir. Amma heç müsəlman da deyil. Zərəl yoxdur. Əgər bilirsənsə ki, canı ağrıyır, xəstədir, ona kam almaq üçün gedim bunu da başımdan eləyim, onsuz da getməliydim. Mən xəstələndə gəlib, mən də növbatımı başdan eləyib mənasında yox. Allah rızası üçün əgər gedilib ziyarət olunsa, həm özü ibrət alsa onun xəstəliyinə, həm ona nəsihət etsə, həm dava dərmanına biraz gücü çatan qədər yardım eləsə, elə bil ki, bir evliyanı ziyarət etmiş qədər Allah-u Teala ona savab verər. Yenə buyurur ki, bir kimsə bu günlərdə bir cənazəyə iştirak etsə. Cənazəyə iştirak etsə, dayanıb qıraqda papiro çəkmək deyil. Cənazəyə iştirak etsə, əlindən gəldiyi qədər mahfəsinə girməkdir, torpaq atmaqdır, qəbir qazısına yardım eləməkdir, taxta çıxartmağına yardım eləməkdir və s. Əlindən gəldiyi qədər o adamın axirətə yola salınmasına iştirak etsə,
buyurur ki, şəhidlərdən birinin cənazəsinə sanki bir insan Allah-u Teala'nın yolunda şəhid olub canını qurban verib, onun cənazəsinə iştirak etmiş qədər Allah Teala savab verər. Bir kimsə bir şəxsi, çıplaq bir şəxsi, eyni paltarsız olan, köhnə olan, yalın olan adamı geyindirsə, Allah-u Teala ona cənnət libaslarından bir libas geyindirər. Bir kimsə bu günlərdə bir yetimə yaxşılıq eləyərsə, nə bacarırsa, yiyəcəyə ehtiyacı var, gecəyə ehtiyacı var, qalan yerə ehtiyacı var, sənə-sünədinə yardım eləmək lazımdır. Zülümdədir, onu zülümdən qutarmaq lazımdır. Bir yetimə bir yaxşılıq eləyərsə, Allah Cəllə Cəlaluhu da qiyamət günü onun ərşin kölgəsinin altında öz lütfü ilə kölgələndirər. Gün gəlib durar alçaq, qaynadar beynün, edər topraq, şəlön ağır, mənzil İraq, alan olmaz. Yorar səni, nə xanlarda qalar xanlıq, nə sultanlıq, nə bəzriganlıq, körpü hündür, yol qaranlıq, ayaq tutmaz, yıxar səni, buyurur İsmail Əfəndi. Bu minvalla qiyamət gündə belə bir çətinliklər var ikən, bir yetimə yardım eləyən şəxs, Allah-u Teala'nın günəş beyinləri qaynadıb, qulaqdan, ağızdan tökdüyü həmin o çətin günlərdə ərşin kölgəsinin altında kölgələnmiş olar. Bir kimsə bu günlərdə elm meclisindən bir meclisdə iştirak etsə, İslam dini elmin üzərindədir. Yeri gəlmişkən bir məsələ deyə biz pirlərlə əlaqədar bizdən bir intervyu aldılar. Orada şərhlərdə yazılır ki, bizə irad eləyirlər ki, insanları Allaha dəvət edin, insanları insana qulluq eləməyə, pirlərə dəvət eləməyin. Buradan onun da cavabını vermiş olaq ki, alimlər insanları Allaha dəvət edirlər. Əgər sən də, mən də alimiksə, biliriksə Allaha dəvət edək. Amma biz Allah-u Teala'nın dinini yarı-yarımçıq biliriksə, bir insanı Allaha dəvət eləmək əvəzinə o adamı şirkə, günaha, bidətə dəvət etmiş olarıq. Allah-u Teala'nın evliyaları və evliyalının ətrafında olan alimlər ki, onlar mədrəsələr açıblar, təkkələr qurublar, zaviyələr düzəltiblər, xanəgahları olub. İnsanlar onların yanına gəlib Allah-u Teala'nın mərifət məqamı, həm zahir, həm batini elmləri o alimlər, evliyalar insanlara öyrədiblər. Əgər mən bilmirəmsə, mən insanları əlbəttə ki, Muhammed Mustafa'ya dəvət eləyəcəm. Mən bilmirəmsə, əlbəttə insanları Peyğəmbərin sahabələrinə dəvət eləyəcəm. Çünki Peyğəmbər Aleyhisselatü Vesselam da insanlara, məsəl üçün Həzrət Osmandan misal çəkdik. Deyir ki, İmam Həsəni tərif eləyir, insanları İmam Həsənin əxlaqında olma dəvət edir. Bu mənim evladım səbəbi ilə bir-birinə vuruşmaqda olan iki müsəlmanları Allah-u Teala barışığa gətirəcək. İmam Həsəni tərif eləyir və yaxud da ki, digər Həzrəti Cənab-ı Əlinə əndəzəru ilə vəcə əli ibadətün, əlinin üzünə baxmaq elə ibadətdir. Peyğəmbər Aleyhisselam insanlara dəvət edir ki, əlinin qapısını tanıtır ki, mən elmi şəhəriyəm və Aliyyum Babu Əli elmin qapısıdır. Yəni əlinin qapısına getmiş olsunuz, Allah-u Teala'nı bilmək yoluna gələcəksiniz. Sən əli deyilsən ki, insanları biləsən, dəvət. Əgər bilirsənsə, xoş halva, nə yaxşı, insanları Allaha dəvət elə. Bir misal da deyim, bir günləri bir meclisdə bir qadınlarla bir yerdə idik və çox biləcən qadınlardan birisi belə bir misal çəkdi ki, əvvəl deyir, haşa və kalla, o Allah deyir, Allahın zatad olacaq, mən Allah sözünü istifadə etmirəm, tanrı deyəcəm. Əvvəl tanrılar çox olub və onlar bir-birlərinin arasında müharibə eləyiblər. Bizim tanrımız hamısına qalib gəlib, onun üçün də biz Allaha inanırıq, ona ibadət edirik. Belə bir dəvətin nə onun özünə, nə onun evladlarına heç kimə də xeyri yoxdur. O, İnsanları bu şəkildə Allaha dəvət etməkdənsə, o bu şəkildə bədbəxt eləyir onları. Onun üçün də o dəvət eləməlidir insanları alimlərə, İmam Şafiyə, İmam Əbu Hənifəyə, evliyalara. Onlar öz kitabları ilə, öz əhvalları ilə
öz mənqibələrlə insanlara istiqamət verəcəklər. Və burada Əbdülqadir Gilani Həzrətləri Zülhiccənin ilk 10 günündə görməyimiz lazım olan işi bizə xəbər verir ki, hər kim bu günlərdə bir elm meclisində, bir meclisdə olsa, Allahın peyğəmbərlərinin və nəbilərinin, rəsulların, nəbilərin məclisində olmuş qədər onlara savab Allah Teala bəxş edir. Diqqət elədiniz. Bu savabları əgər qazanmaq istəyiriksə, bizə lazımdır ki, Zülhiccənin 10 günündə bir qədər cömərd olaq, qəlbimiz həssas olsun, diqqətli olaq inşallah Teala. Musa Aleyhisselam bir gün Allah Teala'ya buyurur ki, ya Allah, mənə bir əməl öyrət ki, o mənə məxsus olsun. Yəni ki, cəmaat onu eləməkdən aciz qalsın, onu mən sənin üçün eləmiş olum. Allah Teala da buyurur ki, La ilahe illallah zikrini Zülhiccə ayının ilk 10 günündə çox zikr elə. Musa Aleyhisselam deyir, ya Rabbi, bunu hamı eləyə bilər, bunda bir çətinlik yoxdur. Mənə məxsus olan bir dənə əməl səndən təmənni edirəm. Onda Allah-u Teala buyurur ki, ya Musa, Zülhiccə ayının 10 günündə hər kim La ilahe illallah zikrinə məşğul olsa, mən Allah Azze və Cəl ona elə bir savab verərəm ki, 7 qat yerləri və 7 qat göyləri tərəzinin bir gözünə qoyulsa və bu zikrin savabı tərəzinin digər gözünə qoyulsa, bir La ilahe illallah zikri 7 qat göylərdən və yerlərdən ağır gələr həmin tərəzidə. O səbəbdən də möhtərəm cəmaat-ül müslimin diqqət eləməyimiz lazım olan işlərdən birisi də bu 10 gündə çox dəfə La ilahe illallah zikrini etməkdir. Allah-u Teala bu 10 gündə bu ibadətləri icra etməyə bizləri əməldə müvəffəq eləsin. Esselamu aleykum və rəhmətullah.